Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərimiz. Mən bu yaxınlarda bir dənə ağ ev paylaşmışdım, KFC-nin arxasında, bizim ofisin arxasında, Elmir Əmlak ofisinin arxasında. İndi isə mən sizə Kofe Bağın arxasında, bizim ofisin qarşısında, KFC-nin qarşısında, Polis Akademiyasına yaxın bir ərazidə 4 sot. 3.8 kubçadadır, 4 sotun içərisində bir dənə gözəl modern üslubda ev təqdim edəcəm. Mərkəzi yoldan Buzovnan, Mərdəkan şosesi Polis Akademiyasına aşağı düşəndə həmən yoldan 400 metrlik, yox 350 metr, ölçümüzsə 350 metrlik məsafədə. Axır zamanlar bütün ölçüləri ölçürəm. İstəyirəm ki, dəqiq olsun, dəqiq göstərmək istəyirəm. Divarda olan bütün işıqlandırma sensorda yanacaq. Axşam hava qaralan kimi yanacaq Allahın köməyi ilə. Həyət 2 maşın bura, lazım olsa 2 maşın da bura. Həyətə tam 4 maşın yerləşər. Qapının kənarında da yer var, bir dənə cip var, orada da bir dənə maşın yerləşər. Gözəl bir hovuz, hovuzun yanına açıq duş qoyulub. Bu qonaq otağıdır. Qonaq otağın qarşısında yerləşir hovuz. Torpağın da evində kupçası var. Əziz izləyicilərimiz, o ağ evi mən paylaşmışdım 395 minə. Bu evi isə bugün paylaşacağım sizlər üçün 335 min manata. Bu qiymətləri mən qoymuram, ev sahibləri qoyur. Məni izləyən uzaqdan, dəyərli izləyicilərim, sərhəddən, kənardan izləyən dostlarımız, izləyicilərimiz, sizləri salamlayıram. Sizlərə böyük təşəkkür edirəm. Məni izləyirsiniz, mənə zəng edirsiniz, yazırsınız. Hamı, mənim izləyicilər, hamısına salam verirəm. Qardaşım, hamısı mənim ürəklərimdir. Baxın, biz hal-hazırda burada mətbəxin qarşısında verandadır yox. Verandanın içərisində manqal, yanında su hövzəsi, altı dolab, evin sol tərəfində, narahat olmaq, evin sol tərəfində, arxada, Natiq qaqaşımız burada oturub, görünməyim, amma neynək. Evin arxa hissəsində kombi otağı və həyət üçün nəzərdə tutulmuş sanitar qovşağı var. Keçək evin daxilinə, seyf qapı qoyub, ev sahibi, bütün pəncərələr yerdəndir, hər tərəfində yaşayış var, çox gözəl, çox möhtəşəm, təmirə malikdir, xoşum gəldi, dizaynla. Keçən kimi dolab, oturub ayaqqabı giymək üçün yer, bir dənə də bura ayna qoyulub. Sağ tərəfdə mətbəx mebeli 3 mərtəbəlidir, yığılıb, qaz sobası, su hövzəsi və sobalar üçün burada dolablar yığılıb, qoyulacaq inşallah. Yəni, əşyalar qoyulmayacaq, nə varsa odur. Sonra, evin daxilində 3 yataq otağı var. Bu birinci yataq otağı. Burada mı? Göstərimdə buradan görünmür. Yox, görünmür. Arxadadır. Ev bütöv olaraq isti döşəmədir. Tavan maşallah gördüyümüz kimi işıqlandırması falan hamısı qəşəkdir. Bu ikinci yataq otağıdır. Bizə nəyi xoşlayıram? Nəyi xoşladım burada? Ustalar maşallah çox səliqəli işləyib. Çox səliqəli işləyib. Ev sahibi 100% ustalarla dalaşıb burada. Bu da üçüncü yataq otağı. Bu yataq otağının daxilində sanitar qovşağı, gözəl, səliqəli sanitar qovşağı, tavan, burada asma, dartma tavandır, qaldı, nə? Deməli, mərkəzdə yerləşən bu cibdə, burada belə bir cib qoyulub, bu işığı falanı ləğv edib, bura bir dənə dolabda qoymaq olar, əgər kimsə istəsə. İndi olsa mod dövr, çox dolab qoymurlar. Bu da geniş sanitar qovşağı, daxilində duş kabinası. Neçə kvadrat demişdi evin ümumi sahə? 200 kvadrat. Ümumi sahə 200 kvadratdır. 4 sot torpaqdır. Bu da qonaq otağı. Maşallah, qəşək. Taxta teksturana yığılıb. Məncə təmiz taxtadır, baxın. Təmiz, tərtəmiz taxtadır. Əzizləriniz, baxın. Bunlar da hamısı taxtadır. Burada belə bir şey var, ola bilər işıqlandırması var. Bəh. Nə gözəl. Sən bir dənə oradan təzədən şəkil çəkərsən. Bir dənə də buradan mən həyəti göstərim sizlərə. Qonaq otağından görünən həyət. Baxın, günlük vurub, tül pərdə vurub, əlavə olaraq üstündən belə bir pərdə vurub. Neynəsin? Sağ olsun, çox sağ olsun. Qiyməti də bugünkü gündə yaxşıdır. 335 min endirim də olunacaq. Sizləri, bu bax, kimləri maraqlandırsa, mənlə əlaqə saxlasın. İnşallah görüşmək ümidi ilə.